Rıdvan müəllim, sizin fikriniz nə üçün Azərbaycan üçün konstitusiyadan həmin o müddəanın yığışdırılması bu dərəcədə əhəmiyyətlidir və bunun üçün sizin fikrincə mütləq referendum keçirilməlidirmi? Çünki Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxış eləyəndə də bu məsələyə toxundu. Murad müəllim, bu hüquqdan irəli gələn bir tələbdir. Çünki imzalanan müqavilə beynəlxalq müqavilədir. Beynəlxalq müqavilə də özündə hüquq və vəzifələri ehtiva edir və bu sonradan Ermənistan parlamenti tərəfindən ratifikasiya olunmalıdır. Ermənistan Respublikasının konstitusiyasının 95-ci ildə qəbul etdiyi 6-cı maddəsində deyilir ki, imzalanan beynəlxalq müqavilələr Ermənistan konstitusiyasına uyğun olmalıdır. Beynəlxalq müqavilə. Bəli, beynəlxalq müqavilə dövlət daxili qanunvericilik aktlarından, dövlət daxili qanunvericiliyindən fərqli müddəaları özündə ehtiva eləyə bilər. Belə halda həmin beynəlxalq müqavilə parlament tərəfindən ratifikasiya olunur, dövlət daxili hüquq sisteminə implementasiya olunur. Görürsünüz, dövlət daxili hüquqi aktlara, amma konstitusiya yox. Orada yazılıb ki, bu Azərbaycan konstitusiyasında da belədir, digər dövlətlərin də konstitusiyasında belədir ki, beynəlxalq müqavilə əsas qanuna, yəni konstitusiyaya zidd ola bilməz. Bu ziddiyyət hardan irəli gəlir? Rasim müəllim bildirdi, mən sadəcə hüquqi aktlarını bir balaca da dəqiqliklə onu hörmətli tamaşaçılarımızla diqqətinə çatdırmaq istəyirəm ki, deməli, 95-ci ilin iyun ayında qəbul olunan konstitusiyada bildirilir ki, Ermənistanın müstəqilliyi haqqında bəyannamədən çıxış edərək bu konstitusiyanı qəbul edirlər. Nəyə görə müstəqillik haqqında bəyannamədən? Çünki orada, deməli, milli məqsədlər öz əksini tapıb və erməni dövlətinin təməl prinsipləri. Erməni dövlətinin təməl prinsipləri və ümummilli məqsədlər deyəndə nə nəzərdə tutulur? Biz müraciət edirik 90-cı ilin 23 avqustunda qəbul olunan həmin bəyannaməyə. Bəyannamənin də preambulasında deyilir ki, bəs tarixi ədaləti bərpa eləmək üçün 1 dekabr 89-cu ildə Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın Milli Şurasının birgə qəbul etdiyi postanovleniyadan Milli Şura gedir. Milli Şura gedir, mən onu da indi bildirəcəm. Milli Şurası, çünki o qeyri-konstitusiyon bir orqan kimi yaradıblar. Nəyə görə o izahatını mən verəcəm? Bunlar deməli 89-cu il 1 dekabrında bir yerdə iclas keçirdiblər. Ermənistan Ali Sovetindən Dağlıq Qarabağ Milli Şurası. Belə bir SSR konstitusiyasında orqan yox idi. Dağlıq Qarabağın Soveti var idi, vilayət Soveti. Deməli, o vilayət Sovetinin əsasında bunlar seçilmiş nümayəndələrinin iclasını çağırırlar və seçilmiş o nümayəndələrin iclası da Dağlıq Qarabağın Milli Şurasını yaradır. Azərbaycan deputatları iştirak etmədən ona bəli, görə bunu onları məhrum eləmək üçün, çünki o Sovetdə, vilayət Sovetində deputatlar var idi. Deməli, orada konstitusiyaya zidd bir orqan yaradırlar və bunlar Yerevanda iclas keçirdir. Burada Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağın ilhaqı haqqında deməli ki, qərar qəbul edir. Bundan sonra biz müraciət edirik 1 dekabr 89-cu il. Həmin o postanovleniya. Bu qərarda görək nə deyir? Qərar 6 bənddən ibarətdir. Orada bildirilir ki, bəs Ermənistan SSR Ali Sovetindən Dağlıq Qarabağın Milli Şurası deməli güclə parçalanmış bu iki hissəni birləşdirmək üçün qərar qəbul elədilər və yenidən birləşmə haqqında qərar qəbul edir. Bu 3-cü maddədədir. Və eyni zamanda bildirilir ki, bu birləşmə vətəndaşlıq məsələlərinə də şamil olunur. Bundan sonra qərara gəlirlər ki, növbəti bəndlərdə gəlin bir yerdə bir orqan yaradaq, komissiya yaradaq, bu birləşməni siyasi, iqtisadi, hüquqi cəhətdən tam başa çatdırsın. Hətta orada belə bir eybəcər bənd də var ki, bu birləşmə Getaşen və Şamiyan rayonunda yaşayan ermənilərin də milli maraqlarının ifadəsi üçün özünü səlahiyyətli bilir. Bunlar deməli Goranboyun ərazisi olan bu ərazi nəzərdə tuturdular. Getaşen isə Çaykənd ərazisidir. Biz gördük ki, belə indi retrospektiv yanaşsaq, 1 dekabr 89-cu ildə qəbul olunmuş o qərar transfer olundu. Deməli, 90-cı il 23 avqustda müstəqillik haqqında bəyannamə, oradan sonra gəldi, konstitusiyada yer aldı. Deməli, Rasim müəllim dediyi ki, bunlar ən azı 1 dekabr 89-cu il o qərarını parlament vasitəsilə ləğv eləyə bilərlər. Parlament əsası qoya bilərlər, onu qüvvədən sala bilər, amma çoxsaylı digər aktlar bunun əsasında həyata keçirildiyindən konstitusiyada dəyişiklik referendumla olmalıdır.